İndi isə daha ətraflı. Kərim İsmailzadənin ailəsi aprelin 9-da məhkəməyə gedib. Müstəqilliyin sözlərinə görə onun saxlanılma müddəti başa çatsa da, müddət Təbriz Kəşfiyyat tərəfindən bir müddət uzadılıb. Qeyd edək ki, 2025-ci il martın 10-da səhər saatlarında təhlükəsizlik işçiləri Kərim İsmailzadənin iş yerinə basqın edərək onu həbs ediblər. Onun haqqında uzun müddət məlumat ala bilməyən yaxınları sonradan Kərim İsmailzadənin Təbrizin mərkəzi zindanına köçürüldüyünü və 5-ci palatada saxlandığını, onunla heç bir əlaqə və ziyarətə icazə verilmədiyini öyrənib. 2025-ci il martın 25-də Kərim İsmailzadənin qohumları Təbriz prokurorluğuna gedərək onun vəziyyətini soruşurlar. Lakin prokurorluq əməkdaşları şöbədən müstəntiq olmadığı Kərim İsmailzadənin vəziyyəti ilə bağlı məlumat verə bilməyəcəklərini deyiblər. Kərim İsmailzadə ilə ünsiyyət və ziyarətə qadağaların davam etməsi onun ailəsi və yaxınlarının narahatlığına səbəb olub. Salmasdakı Azərbaycan Milli Hərəkatının 4 fəalı siyasi məhbus ailələri ilə görüşdükləri üçün şəhərin kəşfiyyat idarəsinə çağırılaraq hədələnib. Təhlükəsizlik əməkdaşlarının iş yeri və evinə basqın etməsindən sonra daha bir fəal isə həbs edilib. Yerli mənbələrin məlumatına görə Salmas şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Hərəkatının fəalları Qulam Hududi, Mürtəzə Əhmədi, Nasir Aslani və Əli Mirzəli şəhərin kəşfiyyat idarəsinə çağırılaraq Azərbaycanlı siyasi məhbusların ailələrinə dəstək verdikləri və onlarla görüşləri üçün dindirilib və hədələniblər. Bununla əlaqədar olaraq təhlükəsizlik əməkdaşları digər Azərbaycanlı fəal Həmid Abbasinin iş yerinə basqın edərək onun iş yerində və evində hər tərəfli axtarış apararaq onu həbs edib. İran Ermənistanla birgə aprelin 9-dan hərbi təlimlər keçirir. Məlumata görə hərbi təlimlərdə Ermənistan silahlı qüvvələri və İranın xüsusi təyinatlı qüvvələri iştirak edəcək. Qeyd olunub ki, təlimlər şərti terrorçu qruplarının Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd nəzarət keçid məntəqələrinə hücumlarının qarşısının alınmasını nəzərdə tutur. Sepahın quru qoşunları komandanının müavini Vəliyullah Mani isə təlimləri 2 gün ərzində sərhədyanı Norduz bölgəsində keçiriləcəyini açıqlayaraq bildirib. Orada heç bir təhlükə yoxdur. Ona görə də təlimlər sülh xarakteri daşıyır. Təlimlərin həyata keçirilməsi üçün lazım olan tədbirlər əvvəlcədən nəzərdə tutulub. Əsas məqsəd sərhədlərin təhlükəsizliyini möhkəmlənməsidir, deyə qeyd edib. Amerika lazım gələrsə İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq. Bunu Amerika prezidenti Donald Trump Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib. Trump məsələ ilə bağlı sualı cavablandırarkən deyib, lazım gəlsə mütləq, mən çox şey istəmirəm, onların nüvə silahı ola bilməz. Trump qeyd edib ki, İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun prosesin yalnız başlanğıcı olacaq. O sözlərinə əlavə edərək bildirib, az vaxtımız var, biraz vaxtımız var, onların nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Son bir il ərzində İranda 1127 nəfər dan qızdırmasına yoluxub. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə xəstələrin 922-si ölkə daxilində, qalanları isə xarici səyahət edən zaman virusa yoluxublar. Bildirilib ki, xəstəlik Aedes ağcaqanadlarının sancması nəticəsində yaranır və onun simptomları yüksək qızdırma, baş ağrısı, oynaqların sərtləşməsi, burun və diş ətindən yüngül qanaxma, aşağı təzyiqdir. 1994-cü ildə ölkənin Yəhudi Yardım Mərkəzində törədilən partlayışın işi üzrə vəkillər hakimdən İran lideri Əli Xameyninin beynəlxalq həbsinə order verilməsini istəyiblər. Məlumatda bildirilib, prokuror Sebastian Basso hakim Daniel Rafkasdan Xameyni üçün Interpolun həbsinə order verilməsini istəyib. Yeni prokuror həmçinin iş üzrə digər İranlı və Livanlı müttəhimlərin də qiyabi mühakimə olunmasını tələb ediblər. Prokuror öz müraciətində vurğulayıb ki, bu təqib qərarı müttəhimlərin Hizbullahla bağlı silahlı təşkilata dəstək verməsi və 10 illiklər ərzində insanların həyatına və əmlakına qarşı saysız hesabsız hücumlar etdiklərinə görə verilməlidir. Qeyd edək ki, 18 iyun 1994-cü ildə Argentinanın paytaxtında İrana bağlı terrorçular Yəhudilərin yardım mərkəzi binasına bomba qoyaraq 85 Yəhudinin ölümünə, 300-dən çox Yəhudinin yaralanmasına səbəb olublar. Hal-hazırda Argentinada 230 min Yəhudinin yaşadığı, bu ölkənin İsraildən qıraqda Yəhudilərin ən çox yerləşdiyi 6-cı ölkə olduğuna görə onlar daima İranın terror hədəflərindən biri olublar.
Davam edirik. Özbaşına həbs və ya girov götürülməklə üzləşməmək üçün Fransa vətəndaşları İrana səfər etməsinlər. Bunu Fransanın Xarici İşlər Naziri Jean-Noël Barrot deyib. Xarici İşlər Naziri Jean-Noël Barrot bildirib, bütün soydaşlarımızı, bütün vətəndaşlarımızı İrana səfər etməməyə çağırıram. Həmçinin hazırda İranda tranzit keçən və ya müvəqqəti yaşayan bütün vətəndaşlarımızı özbaşına həbs və ya girov götürülmə riski ilə üzləşməmək üçün Fransaya qayıtmağa və İran ərazisini tərk etməyə çağırıram. Qeyd edək ki, hazırda Fransa vətəndaşları Cecil Kohler və onun həyat yoldaşı Jacques Paris İranda həbsdədirlər. Rəsmi Paris isə dəfələrlə İranda həbsdə olan vətəndaşları dövlət girovu adlandırıb. Və sonda, Trump 75-dən çox ölkə ilə danışıqlar fonunda 90 günlük tarif fasiləsi elan etdi. Prezident Donald Trump 75-dən çox ölkənin Amerika ilə ticarət məsələləri üzrə danışıqlar aparmaq istəməsini əsas gətirərək qarşılıqlı tariflərdə 90 günlük fasilə tətbiq etdiyini bəyan edib. Trumpın Truth sosial platformasında paylaşdığı məlumata görə bu fasilə dövründə qarşılıqlı tariflər əhəmiyyətli şəkildə endiriləcək və 10% səviyyədə olacaq. Bu addım qlobal ticarətdəki gərginliyi azaltmaq və yeni razılaşmalara zəmin yaratmaq məqsədi daşıyır.